Salam əziz dostlar, mən Vadim Eyvazoğlu. Bizim bugünkü verilişimizin qonağı Azərbaycanda tanınmış şair və meyxanaçı, Rüfət Dahi kimi tanınmış Rüfət Əsədov. Xoş gəlmisiniz Rüfət bəy. Salam Vadim bəy, hər vaxtınız xeyir olsun. Mən də salamlayıram sizi, bizi izləyən tamaşaçıları. Verilişiniz uğurlu olsun. Rüfət bəy, sizin üçün bir neçə suallar hazırlamışam və sizin cavablarınız bizim üçün çox maraqlıdır, izləyicilərimiz üçün də və bizim üçün də. İcazə versəydiniz, başlayardıq. Sizcə meyxanada ad qazanmaq daha çox çətindir, yoxsa o adı qoruyub saxlamaq? Rüfət Dahi. Mənim fikrimcə meyxanada, bu sənətdə ad qazanmaq özü çətindir və o adı qoruyub saxlamaq ondan da çətindir. Necə ki, bir adı qazanmaq üçün gərək özünü doğruldasan. İstedad olmalıdır, bu şərtsizdir ki, istedadın olmalıdır ki, hansısa bir zirvəyə çatasan. Bu istedadla özünü doğruldub ad qazanmaq özü bir çətin yoldur və o yoldan sonra da qazandığın adı layiqincə qoruyub saxlamaq mənim fikrimcə daha çətindir. Maşallah. Sualın cavabı çox xoşuma gəldi. Növbəti suala keçid alıram. Bugünkü meyxanaçılar daha çox sənətə xidmət edir, yoxsa baxış sayını yığmağa? Bugünkü meyxanaçılar ümumilikdə hər birinin özünə məxsus meyxanası var, özünə məxsus yolu var. Amma bir çox meyxanaçılar bugün lazımsız mübaliğələrdən istifadə edirlər, humoristik mövzuları daha çox şişirdirlər və daha çox şitin çıxardırlar, lori dildə desək. Yəni elə şeylər var ki, onları o qədər dərinə getmək lazım deyil də. Bir dəfə, iki dəfə dedin kifayətdir. Yəni uzadıb hər dəfə onu lazım oldu, olmadı, hər yerdə, hər toyda, hər məclisdə demək bu sənətə xidmət eləmək deyil. Sənətə xidmət eləmək üçün birinci meyxana deyən özü mütaliə eləməlidir. Ətrafında olan gənc meyxana deyənlərə daha doğru yolu göstərməlidir. Millətə, xalqa daha səmərəli sözlər çatdırmalıdır, yaxşı meyxana çatdırmalıdır, mühəssənat çatdırmalıdır. Bu qədər. Gözəl. Bilmirəm nə dərəcədə bu mövzu sizin sənətə toxunur. Süni intellekt. Süni intellekt nə dərəcədə sizin sənətə təsir edir və gələcəkdə təsir edə bilər? Süni intellekt bizim sənətə təsir eləyə bilmir. Süni intellekt musiqiçilərin sənətinə təsir eləyir. Süni intellekt bir çox sahələrə böyük təsiri var, amma meyxana deyə bilmir. Süni intellekt yeganə bir meyxana deyə bilmir. Gələcək günlərdə gözlənilə bilər ki, hansısa bir robotla və süni intellektlə meyxana deyəsən. Ola bilər. Ola bilər. Onu da gərək meyxana deyənlər nəsə eləsinlər ki, süni intellektə köməklik eləsinlər. Orada süni nəsə yaransın, bizlə meyxana desin. Çünki meyxana demək bədahətən olan şeydir. Bu 15 saniyə, 20 saniyəyə baş verən bir proses. ChatGPT-yə sual verirsən, 10 saniyənin içində sizə cavab verir. Amma nəzm üstündə şeir deyə bilməz. Maşallah. Gözəl. Bugünkü populyarlığınız olmasaydı, bugünkü səviyyənlə yenidən səhnəyə çıxsaydınız, özünüzü qəbul elətdirə bilərdinizmi? Təbii ki, bu insan istedadından asılıdır. Fərqi yoxdur. Bugün gənc meyxana deyənlər var ki, ilk dəfə səhnəyə çıxırlar, yaxşı meyxana göstərirlər və qəbul elətdirirlər özləri. İnsan var, adı var, amma istedadı o qədər yoxdur. Bugün o şair çıxsa, özünü qəbul elətdirə bilməz. Niyə? Çünki klassik meyxana bugünün meyxanasından daha asandır və daha tez qəbul edilən idi. Bugün meyxana daha dərindir, meyxana daha geniş mütaliə istəyir şairdən. Təbii ki, bugün istedadın olmalıdır özünü qəbul elətdirmək. Keçək növbəti suala. Əgər bugünkü gənc meyxanaçılar əvvəlki nəsil meyxanaçılarla qarşılaşsaydı, kim qalib gələrdi? Səmimi cavab verin, zəhmət olmasa. Belə deyim də, keçmiş meyxana, klassik meyxana bir o qədər də bugünün meyxanası kimi bəhirlərə, ölçülərə diqqət edilmədən deyilirdi. Amma keçmiş meyxanalarda daha çox səmimiyyət var, keçmiş meyxanalarda daha çox şirinlik var. Bugün də var, demirəm yoxdur, bugün də var. Amma bugün daha çox süni görsənən o şeylərdir ki, eyni mövzuları şablon olaraq hər toyda, hər məclisdə alqış xatirinə eyni mövzulardan istifadə olunur. İnsanlar, şairlər daha doğrusu toyda, məclisdə bir-birləri ilə o qədər də səmimi deyirlər.
Yəni qafiyə veriləndə 2 nəfər dəyişməlidir qafiyəyə uyğun. Amma başqa problemlərdən danışırlar. Kimin kimdən xoşu gəlmir, kimin kimlənsə nəsə problemi varsa, bunu səhnəyə daşıyırlar. Bu meyxananın şirinliyi aradan aparır. Amma keçmiş meyxanada baxdığımız bütün meyxanalarda o şirinlik var. Meyxana açılan qafiyəyə uyğun, açılan qafiyənin rədifinə uyğun bir-birləri ilə zarafatlaşmaları belə çox şirindir şairlər. Fərqi yoxdur hansı ölçüdə, hansı bəhirdə qafiyə asılır. Bugün daha qəliz meyxana, qəliz qafiyələrdən istifadə olunur. Daha çox savadlı meyxana deyən şairlərimiz var. Amma o şirinliyi qoruyub saxlaya bilmirlər. Çünki səmimiyyət yoxdur. Və mən şairlərdən istəyərdim ki, səmimi olsunlar bir-birlərinə qarşı. Bütün problemləri qoysunlar qırağa, toyda, məclisdə. Xalqı güldürmək üçün, xalqı əyləndirmək üçün şirin meyxana desinlər. Necə ki, meyxana bizim şifahi xalq ədəbiyyatının folklor janrıdır. Gözəl, maşallah. Şair, heç olubmu dediyin sözdən sonra peşman olmusan? Meyxanada limit olmalıdırmı? Meyxanada limit deyəndə ki, gəl buna cavab verin birinci. Meyxanada hansısa sözü deyib sonra peşman olmuşam. Təbii ki, bu bədahətən deyilən bir şeydir. Elə vaxtı rəqib elə söz deyir ki, sənə məcbur olub ona cavab verirsən, amma sonradan oturub baxırsan ki, bunu bu cür deməyə də bilərdi. Meyxanada hörmət daha çox istedada qoyulur, yoxsa qorxuya? Suala görə təşəkkür edirəm. Bu sual çox gözəl sualdır. Belə cavab verin buna. Meyxana özlüyündə, meyxana sənəti, meyxananın tərkib hissəsi təkəbbür və yalandan ibarətdir. Meyxana deyənlər, mən səni bağladım, mən səni filan yerdə filan şey elədim. Bunlar həqiqəti əks etdirmir, bu yalandır. İkincisi, bütün meyxana deyənlər rəqibdən özlərini bir pillə yuxarıda göstərməyə çalışırlar. Bu təkəbbürün bir növüdür. Yəni, meyxananın tərkib hissəsi yalan və təkəbbürdür. Qaldı meyxanada istedada daha çox hörmət qoyulur, yoxsa qorxuya? Mən belə deyərdim ki, mənim öz gördüyüm şairlər arasında əksəriyyəti qorxuya hörmət qoyurlar. Hansısa şairin biraz zəhmi varsa, biraz iti deyirsə, biraz acı meyxana deyirsə, ona hörmət göstərirlər. Hansı meyxana deyən biraz mülayim olur, hansı meyxana deyən biraz səmimiyyət göstərir, başlayırlar onunla. Fərqi yoxdur, yaş həddi qoymurlar ortada. Orada sənin nə qədər səriştən var sənətdə, çoxdur, azdır. Buna fikir vermədən istəyirlər sənə də diş batırsınlar. Mən elə deyərdim ki, meyxanada istedaddan daha çox qorxuya hörmət qoyurlar. Bu dəyişmə meyxanasına aiddir mənim danışdıqlarım ki, bu meyxanada təkəbbür var, meyxanada yalan var. Bu dəyişmə meyxanası. Amma qaldı meyxananın özünün özlüyündə, içində, tərkibində bir yol da var ki, orada daha savadlı meyxana, daha irfani meyxana. Bugün gözəl şairlərimiz var, bunu bacarırlar. Həm bəhirlərin ölçülərini saxlamaqla, həm poetik fikir deməklə, həm gözəl rədifi oynatmaqla mühəssənat göstərirlər. Bu meyxananın yaxşı tərəfləridir. Bütünlüklə ümumi açılan qafiyələrdə kimsə öz fikrini desin, gözəl qafiyələr açılsın, qəliz qafiyələr açılsın, bu daha yaxşıdır. Amma dəyişmə meyxanasında təbii ki, özünü mülayim göstərsən, sözün belə pis çıxmasın, çıxıb oturacaqlar çeynində. Bir meyxana var, deyirdiniz, mənə diş batmaz. Hə, orada artıq istəyirlər, bayaq danışdığım kimi, biraz səmimiyyət görürlər, biraz mülayim olursan, başlayırlar sənə. Heç bilmirsən kimdir, meyxananı bilir, bilmir, meyxana hardan gəlib, onun haqqında məlumatı var, yoxdur. İstəyir sənə nəsə desin ki, reklam tutsun səndən. Mən filan kəslə meyxana dedim, onu sıxdım. Elə bilirlər, acı söz deməklə, kimisə aşağılamaqla, təhqir eləməklə sənə qalib gəlirlər. Əslində şair qalib gəlmək üçün kimisə təhqir etməməlidir. Bəli, söz deməlidir. Söz deməlidir. Gözəl. Cavab xoşuma gəldi. Təşəkkür edirəm şair. Var olun. Keçid edirik növbəti suala. Bir çox meyxanaçılar efirlərdə və toy şənliklərində vurğulayırlar ki, Rüfət Dahi bizim ustadımızdır. Bəs Rüfət Dahinin ustadı varmı? Tələbələrim Allah canlarını salamat eləsin. Ətrafımda olan gənc şairlərimiz var, gənc qardaşlarımız var ki, mən bildiyimdən öyrədirəm onlara. Onlar layiqincə bizi təmsil edirlər. Maşallah. Efir məkanlarında, el şənliklərində.
Hər birinə uğurlar arzu eləyirəm. Qaldı mənim ustadım şəxsən kimsə mənimlə məşğul olmayıb, kimsə mənə nəyisə öyrətməyib, amma özümə ustad bildiyim şəxslər var ki, onlar meyxana deyənlər deyil təbii ki, böyük şairlərimiz var. Allah rəhmət eləsin, mərhum Həcə Əlamdar Mahir, mən məsəl üçün, ölənlər üzə rəhmət. Mən ustad kimi gördüyüm şairlərdəndir. Allah rəhmət eləsin Arif Buzovnalı, Allah uzun ömür can sağlığı versin, Cəsur Nari var, Axund Azər var. Bir çox şairlərimiz var ki, mən onları örnək götürmüşəm, özümə mənəvi ustad bilmişəm. Meyxana aləmində daha çox yaxından izlədiyim şəxslər də olub. Allah uzun ömür can sağlığı versin, Namiq Qaraçuxurlu var, Allah rəhmət eləsin Aydın Xırdalanlıya. Bu şairlərdən ilhamlanmışam, meyxana şairləri olaraq qulaq asmışam. Bizim dövrümüzə düşüb onların daha populyar olduqları dövr. Allah rəhmət eləsin Məşədi Babanın yaxşı meyxanaları var idi. Biz gənc idi, uşaq idi, onlara qulaq asırdıq, onlardan ilhamlanırdıq. Bu şairləri mən mənəvi ustad kimi görmüşəm. Qaldı əruz vəzninə daha çox maraq eləməyim, əruzla maraqlanmağım yaxından. Allah uzun ömür can sağlığı versin. Bizim Tofiq Həsənli gözəl şairimizdir, satirik şairdir. Mən deyərdim ki, dövrümüzün Mirzə Ələkbər Sabiridir. Mən Tofiq Həsənlidən əruzun yolların, incəliklərin yaxından maraqlanmışam, öyrənmişəm. Allah ona can sağlığı versin. Gözəl. Allah sizə də can sağlığı versin. İnşallah sizin də tələbələriniz sizin haqda bir illər sonra bu fikirdə olanlar İnşallah, sizə inşallah. təşəkkür eləyərlər inşallah. Allahın izni ilə. Şair, pul olmasaydı meyxana yenə də sənin üçün eyni dəyərdə olardım. Təbii ki, pul mənim üçün sənətdə həmişə ikinci planda olub. Pul gözəl nemətdir. Pul nə qədər çox olsa o qədər yaxşıdır, düzgün istifadə eləyəsən. Amma qaldı sənətdə mənim üçün pul həmişə ikinci planda olub. Mən illərlə meyxanadan pul qazanmamışam. Bunu mənim ətrafımda olan şairlər də, ətrafımda olan dostlarım, qardaşlarım da yaxşı bilirlər ki, mən 20-25 il meyxanadan pul qazanmamışam. Mən meyxanamı təkmilləşdirməklə yanaşı ətrafımdakılara meyxana aşılamışam, meyxana öyrətmişəm, amma pul qazanmamışam. Məni çağırıblar toylara, məclislərə, el şənliklərinə. Kimsə aparıb, mənim qohumumun toyudur, tanışımın toyudur. Mən oraya girib meyxana deməmişəm. Demişəm, ehtiyac yoxdur, toy sahibi məni çağırmayıb sonra sənin mən ora aparmağa ehtiyac yoxdur. Mən pula görə sənətimi satmamışam heç vaxt. Meyxanaya mən sənət kimi yanaşmışam. Meyxana kim üçünsə kommersiya ola bilər, kimsə meyxanaya yanaşsın və ondan pul qazanım. Meyxanaya pul gözü ilə baxsan, meyxana deyə bilməz. Yaxşı meyxana deyən ola bilməz. Rüfət bəy, sənə görə səni ən çox tənqid edənlər paxıllıq edir, yoxsa həqiqətən də səndə problem görürlər? Tənqid insanı inkişafa aparan bir şeydir. Məni ən çox tənqid edən insanlar təkəbbürlüsən deyə tənqid edirlər. O insanlar heç bir məni yaxından tanımır. Çünki təkəbbür Allahın sifətlərindəndir. Biz Allahdan qorxan, Allah tanıyan adamlarıq. Bizim ətrafımız bunu yaxşı bilir. Və bizi tanıyan insanlar da bilirlər ki, bizim xoşumuz gəlmir ümumiyyətlə təkəbbürlü adamlardan. Bizim deyəndə mənim və ətrafımda olan dostlarımın, qardaşlarımın deyirəm. Təkəbbürə qarşı təkəbbür ibadətdir. Həzrəti Əli əleyhissalam buyurur ki, bir şəxs sənə qarşı təkəbbür göstərirsə, sən onun qarşısında susma, sən də ona təkəbbür göstər. Bir neçə sual əvvəldə verilən suala cavab vermişdim ki, meyxananın tərkib hissəsi, dəyişmə meyxanasının yalan və təkəbbürdən ibarətdir. Meyxana deyən səhnədə dəyişdiyi şəxslə təkəbbürlü olmalıdır. Çünki nə qədər onun qarşısında aciz görsənsən, xiridar deyəcək, bu zəif meyxanadır. Əsl xiridar yox, xiridar kimi görünən, indiki deyirik xiridar kütləsi ki var, xiridar deyirlər. Əslində fanat ordusu deyək. Onlar biraz mülayim meyxana görsələr, deyəcəklər, bu zəif meyxanadır. Qaldı mənə tənqid edən insanlar, haqqına tənqid eləsələr çox sağ olsunlar. Onlar mənə inkişaf aparırlar. Tənqid gözəl şeydir, mən tənqidə açığım. Qaldı mənə tanımaya, bu böhtandır, artıq böhtan atmaqdır ki, bu təkəbbüründən belə, bu özün dartan adamdır, bu yekəxana adamdır. Onlar heç bir mənə tanımırlar. Nə vaxtsa hansısa məclisdə məndən görüşürlər,
30 saniyə, 40 saniyə söhbət eləyirlər, məndən həm söhbət olurlar. Səhər gedib mənə sosial şəbəkədə yazırlar ki, mənə bağışla, sən haqqıva girmişəm. Sən həmən adam deyilsən. Yəni, mənə haqlı tənqid eləyən insanların əlindən öpürəm, əllərini sıxıram ki, mənə tənqid eləyirlər, mənə inkişaf aparırlar. Amma mənə tanımaya, lazımsız tənqidlər əlbəttə bu paxıllıqdan, həsəddən, kindən doğan şey. Bir gözəl deyim var, bir deyir, bizi sevməyənlər, bizi tanımayanlar. Bəli, bizi tanımayanlar. Rüfət bəy, mən gördüyümə görə siz sosial şəbəkədə çox aktiv birisiniz və özüm şahid olmuşam ki, bir çox kommentlərə şəxsən bir-bir hamısına cavab verirsiniz və dəxlisiz və belə, necə deyim, belə mənasız bir yazanlara necədir reaksiyanız və mən çox şahid olmuşam ki, misal üçün biri yazıb, əslində mən özüm olsaydım şəxsən heç cavab vermədən kommenti silərdim, amma siz oturub səbirli olaraq cavab verirsiniz bir-bir. Bu barədə danışmaq istəyərdim. Sosial şəbəkələrdə aktiv olduğum platformalar var və gördüyüm kommentariyalar həqiqətən məni maraqlandırırsa, onlara cavab yazıram. Elə kommentariyalar var, rəylər var ki, mənə maraqlı deyil, onları silə də bilərəm, o şəxsləri bloka da ata bilərəm. Çünki anonim adamlardır, adları yox, şəkilləri yox. Girir, elə şey yazır ki, qanqaraçılıq salmaq istəyir, deyir, milçə bir şeydir, ürək bulandırır. Bəli. Elə insanlar var ki, onlara cavab yazmaq lazımdır. Çünki onlar bizi düzgün tanımırlar. Tanımadıqları şəxs haqqında yazdıqları üçün ona özünü tanıtdırmalısan. Girib ona cavab yazıram. Elə insanlar var ki, sənə ümumiyyətlə adiyyəti olmayan sözləri sənin ünvanıva yazırlar. Onlara artıq öz tərzlərində cavab verirsən, sonra bloklayırsan, gedir işini dalayacaq. İnsan da var ki, sənə həqiqətən sevgisini bildirir, sevdiyindən sənə iradını bildirir ki, haqlı tənqid eləyir ki, səni bunu burada elə eləməsəydim daha yaxşı olardı. O insanlara da cavab yazıram, təşəkkür edirəm. Allah razı olsun hər birindən. Gözəl, maşallah. Rüfət bəy, çox maraqlı cavablar verirsiniz. Təşəkkür edirəm. Sizə təşəkkür edirəm, çox sağ olun. Bir çoxuna da və mənim özümə də maraqlıdır ki, daha başqa nə istedadınız var və gələcək günlərində nəyi planlaşdırırsınız? Öz bir layihələrinizmi deyim və yaxud ki, gələcəkdə bir yaş gedir, artıq 35-dən yuxarı yaşınız var. Bir yaş ötdükdən sonra nə işlə məşğul olmaq istəyirsiniz? Yenə də bir misal üçün də bir kitab buraxılışı ilə mı deyim, öz bir yaradıcılıq haqqında bir sənədli film mi deyim, yoxsa bu suala necə cavab verə bilərsiniz? Gələcək planlar haqqında. Təşəkkür edirəm sualınıza görə. Çox yaxşı sualdır. Gələcək günlərimizdə planlarımız nədən ibarətdir? Allah inşallah ömür versin hər birimizə. Meyxanadan uzaqlaşsam, meyxana da bildiyimiz kimi bir müddətə qədərdir. Artıq yaş keçdikdən sonra meyxana demək, mən elə bilirəm ki, o qədər də insan həmən təbdə olmur, həmən enerjide olmur. İnşallah ki, yaradıcılıqla məşğul olarıq. Mənim əl yazmalarım da var, mahnılar da yazmışam, bir çox görkəmli müğənnilərimiz, sənətkarlarımız oxuyublar. Allah canlarını salamat eləsin, hər birinə uğurlar arzu eləyirəm. Gələcək günlərdə mahnı yazarıq, kitab yazıb çıxardarıq, şeirdən, qəzəldən, poemadan, povestdən, romandan, inşallah nə bacarırıqsa. Başqa istedadlarım da ki, özüm üçün hobbilərim var. Boksla məşğul oluram, at çapmaqla məşğul oluram, futbol oynamaqla. Bu mənim hobbilərimdir, istedadlarımdan biridir. Gələn günlərdə də inşallah görək nə edirik də yavaş-yavaş. Rüfət bəy, sizin YouTube-da bir neçə klipləriniz də var. Ben şəxsən bir neçəsini özüm çəkmişəm. Reklam olmasın. Meyxanaya daha çox üstünlük verirsiniz, yoxsa oxumağa? Və təbii ki, biz görürük siz ustad meyxanaçısınız, amma gələcəkdə meyxananı azaldıb və mahnı oxumağa daha üstünlük vermək ehtimalı varmı? Mahnı mənim üçün, əslində mən müğənni deyiləm. Mahnını müğənnilər oxusa daha yaxşı olar. Xanəndələrimiz oxusa daha yaxşı olar. Mən meyxana deyənəm, mahnı oxumaq bacarığım da var. Bir neçə klipimi də Allah razı olsun, çəkmişsiniz, şırpandırmışsınız. İnşallah gələcək günlərdə də bir çox mahnılarımız var. Mən elə düşünürəm ki, mahnıları yazıb versəm, hansısa müğənni oxusa, necə ki, bundan qabaq oxuyublar,
uğurlu mahnılarımız da var. Bir çox müğənnilər oxuyub, amma bir o qədər də uğurlu alınmayıb. Bu, mən tərəfdən uğursuz deyil, mən yazıb vermişəm. Kimsə onu düzgün bəstələtdirməyib və ya düzgün aranjman elətdirməyibsə, bu uğursuz olub. Amma uğurlu mahnılarımız da var. Gələn günlərdə də inşallah özüm də oxuyacağım mahnılar var və bir çox müğənnilərdən də sifariş götürmüşəm. Sualdan sual doğur. Sizin yazdığınız sözləri hər hansısa bir müğənniyə satırsınız və onu oxuyur. Bir ildən sonra siz onu başqa bir ifaçıya sata bilərsinizmi? Təşəkkür edirəm. Bir mahnı ki yazılır, sifarişlə hansısa müğənni sifariş eləyir, mahnı yazdırır. Musiqisi özündə var, bəstələtdirib, üstünə söz yazdırırsa, mən o mahnının qarşılığında qonorar alıramsa, artıq mahnını verirəm o müğənniyə. Mən onu sata da bilərəm. Amma satmağım da düzgün çıxmaz ki, mən bir nəfərdən qonorar almışam, məni qane edəcək qiyməti deyib satmışam mahnını, ikinci şəxsi satmağıma ehtiyac yoxdur. Bu bir. İkincisi, bir çox mahnılarım var ki, təmənnasız vermişəm müğənnilərə ki, oxusunlar. İstəyiblər müğənnilər məndən, baxmışam gözəl sənətkardır, gözəl xanəndədir, oxuya bilər. Onun qarşılığında heç qonorar almamışam, təqdim eləmişəm. Sabah istəsəm onu başqa bir müğənniyə də təqdim eləyə bilərəm, oxuya bilər. Amma onu da eləmirəm. Çünki mən əgər vermişəmsə onu bir sənətkara, ürəyimcə oxuyubsa artıq onundur. Ola bilər ki, siz onu vermişsiniz, ona halallığını vermişsiniz, təmənnası vermişsiniz və o mahnı onda uğurlu alınmayıb. Siz onu istəyərsinizmi? Başqa birisi daha uğurlu onu ifa eləyə bilib və daha çox onu populyar eləyə bilər deyə. Uğursuz alınacaq ehtimalı olan müğənniyə ümumiyyətlə təmənnasız mahnı vermirəm. Əgər bilsəm ki, onda uğursuz alınacaq, onun sifarişini qəbul eləyib, müəyyən məbləğ deyirəm, yazıb mahnını verirəm. O uğurlu alınacaq, uğursuz alınacaq artıq onun öhdəsindədir. Mənim təqdim etdiyim müğənnilər ki var, onların uğursuz işi ehtimalı yoxdur. Çünki o sənətkardır, kimlərlə işləyəcək, kimlər mahnını aranjman eləyəcəklər, kimlər səs yazmasını eləyəcəklər, artıq onu bilirəm ki, uğurlu alınacaq və ona təmənnasız da mahnı verə bilərəm. Ondan sonra hansısa müğənniyə təqdim eləyə bilərəm, amma eləmərəm. Bir çox müğənnilər var ki, artıq onlarındır. Mənim yazdığım mahnıları vermişəm, sözlərinin müəllifi mənəm, amma mahnı o şəxslərindir. Rüfət bəy, sizə təşəkkür edirəm. Çox maraqlı cavablar verdiniz. Təşəkkür edirəm, sağ olun. Siz də çox maraqlı suallar verdiniz. Mən də bacardığım qədər cavablamağa çalışdım. Çox sağ olun və güman edirəm ki, tamaşaçılarımıza xoşuna gələcək, verilişimiz uğurlu alındı. İnşallah uğurlu olsun. Şair, bir son olaraq zəhmət olmasa o kameraya baxardınız. Əsərlərinizdən birindən zəhmət olmasa səsləndirərdiniz. Əsər deməzdim. Cızmaqar edirəm də şeirdən, qəzəldən. Xiridarlar azdan çoxdan bilirlər. Qəzəlxanların yanında biz qəzəlxan deyilik. Şairlərin də yanında şair deyilik. Meyxana deyənik, bacardığımız şeir, qəzəl də var. İstəyirəm bir 5 beytli, kiçik bir qəzəl deyim. Könlüm quşu gülşəndə gülün mehrinə düşdü. Gül bülbülə yar oldu, onun sehrinə düşdü. Hər saniyə şirinliyi ömrümdən apardı. Meylim onun əqrəb dilinin zəhrinə düşdü. Eşq əhlinə min tənə vuran döndü sözündən. Bir gün yolu divanələrin şəhrinə düşdü. Kəşf etmək üçün eşq diyarın neçə kaşif, tufanlı təlatümlü bəla nəhrinə düşdü. Əslində keçərdi neçə dəryanı bu dahi, yelkənləri sınmışdı həzəc bəhrinə düşdü. Yelkənləri sınmışdı həzəc bəhrinə düşdü. Dünyaya Allahın nökəri gəlir, xilqətin ən üstün əsəri gəlir. İnsan doğulmamış xəbəri gəlir, ölümü gələndə xəbəri olmur. Gözün yol çəkməyi yolsuz da olur. Yer var ki, orada yol çulsuz da olur. Dəyərli kişilər pulsuz da olur. Pulsuz kişilərin dəyəri olmur. Kişi naməhrəmə salmaz nəzəri, bir dostun evindən girsə içəri.
Var həya pərdəsi neynir çəpəri, yaxşı qonşuların çəpəri olmur. İçində nə dərd qəm gəzdirir şəhər, kiminə şərbətdir, kiminə zəhər. Gecələr ümid et, açılsın səhər, ümidsiz gecənin səhəri olmur. Xəzərin dərdi var, sığmaz əsərə, onu heç bir nəfər almır nəzərə. Hər gələn dərdini tökür xəzərə, təsəlli eləyən xəzəri olmur. Sevən insanların nələri olmur, həqiqi sevgilər ötəri olmur. Harda sevgi yoxdur, oradan uzaqdır. O yerdə Allahın nəzəri olmur. O yerdə Allahın nəzəri olmur. Maşallah şair. Var olun, Çox maşallah təşəkkür gününüz edirəm. olsun. Mən təşəkkür Allah edirəm razı olsun sizə. gəldiyiniz üçün, dəvətimizi qəbul edib gəldiniz. Var olun. Xoş oldu. Mən sizin verilişə uzun ömür arzu eləyirəm. Çox xoş oldu mənim üçün dəvətiniz. Studiyanın abu havası çox xoşuma gəldi. Texnomax Texnoelektronik. və Technoelectronics Namiq bəyə. mağazalarına. Namiq bəyə Bəli, təşəkkür edirəm. Namiq bəy bizim dostumuzdur. Təşəkkür edirik ona. İşləri uğurlu olsun. Və bizim bir dənə də sponsorumuz var. Imperial Mebel və əyləşdiyin gözəl Çox kreslolara rahat, görə çox rahat kreslolar Imperial təqdim edib. Mebel'ə. Imperial Mebel sağ olsunlar. Mirbağır bəyə təşəkkür edirik buradan. Sağ olsunlar. Təşəkkür edirik Seyid. Allah uzun ömür, can sağlığı versin. Sağ olun. Allah sizi daim var eləsin. Mən sizə təşəkkür edirəm Çox sağ ki, bizi öz verilişimizə dəvət eləmisiniz və silsiləvi olaraq, mütəmadi olaraq qonaqlarınız çox olsun, verilişiniz xeyirli, uğurlu olsun, gələn günləriniz gözəl olsun. Bahəmişim. Təşəkkür edirəm. Sağ olun. Öpürəm, var olun.